Azərbaycanda daha bir nəhəng və uzun illik tarixi olan universitetin fəaliyyəti dayandırılıb. Bakı Qızlar Universitetinin fəaliyyəti bundan sonra ləğv edilib. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə 10 iyul 2026-cı ildə keçirilmiş Akkreditasiya Şurasının iclasında müəyyən edilib ki, universitetin fəaliyyəti müvafiq olaraq qanunun tələblərinə cavab vermir və Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırılsın və ardından bir açıqlama verdilər ki, Bakı Qızlar Universitetində təhsil alan tələbələr digər universitetlərə köçürüləcəklər. Ən acınacaqlı fakt ondan ibarətdir ki, bu universitetin çox zəngin pedaqoji kollektivi var idi və yüzlərlə elm adamı, müəllimlər, professorlar bu universitetdə işləyirdilər. Onların taleyi ilə bağlı hələlik heç bir açıqlama verilməyib. Həmin universitetin pedaqoji kollektivi harada işləyəcək, bundan sonra nə işlə məşğul olacaq, işlə təmin ediləcəklərmi? Bu sual hələlik açıq qalır.